خب بسم الله الرحمن الرحیم. مهربان و bağışlayan Allah'ın adıyla və yadıyla bu məsnəvi cələsələrimizi başlarıq və idamə veririk. Mən hər bir şeydən əvvəl əziz danışıcılara və öyrəncilərə ki, bu təzə bir yerimizə təşrif gətiriblər, salam ərz edirəm və ümidvaram ki, bizim bu cələsələrimiz bizə maye xeyr və bərəkət olsun. Lazımdır ki, mən Milad-ı Həzrəti Məsih ki, dünənki günüdür, 25 Desambr. Onu da mən sizlərə təbrik və təhniyyət deyəm. Və deyir ki, نام احمد نام جمله انبیاست، چون که 100 آمد 90 هم پیش ماست. Mevlana deyir ki, vaxtı ki, Peyğəmbərin özünün adı gəlir, elə bir mənzəli budur ki, siz 100 ədədi deyirsiniz. Siz vaxtı 100-ə yetişirsiniz, bu məniyyədir ki, 90-ı rədd eləyibsiniz. Deyir, vaxtı ki, öz Peyğəmbərimizin adını siz gətirirsiniz, mənisi budur ki, xub, o birisi Peyğəmbərlərin də siz adını gətirirsiniz. Musadan, İsadan. Bunlar hamısı Allahın yaxın bəndələri olublar, müqərrəb olublar. Bir caygah mənəviyə yetişiblər ki, nübüvvət adlanır o caygah. Və deyir ki, چون در آید نام پاک اندر دهان نی پلیدی ماند و نی اندهان. Bu Peyğəmbərlərin hətta öz adları da təmiz addır və çox pak addır. Və insanı neynir? Ağzını və danışığını təmizləyir vaxtı ki, insan ağzına gəlir. Ona görə biz چون میلاد مسیحdir və miladi ilin dönməsində qərar tapmışıq. Ona görə mən lazım gördüm ki, Həzrəti Məsihdən də bir yadi olunsun. Usulən Mevlana da bu işə baxanda deyir ki, vəli insanlar və Allahın müqərrəb insanları həmişə topraqdan və iqlimdən və coğrafiyadan bunlar keçərlər və bunlar vabəstə bir torpaq olmayacaqlar. Ona görə deyir ki, آن خلیفه زادگان مقبلش رستند از عنصر آب و گلش گر ز بغداد و هری یا از ریند بی مزاج آب و گل نسل ویند. o خلیفه زادگان مقبل یعنی onları ki, bir növi bu aləmi mənaya müttəsildirlər və muqbildirlər, yəni xoşşansıdırlar və xoşbəhrədirlər, bunların gələcəkləri yaxşı olubdur. Bunlar rəstənd az unsur abu gələr. Bunlar əslən az nəzərə cismi, onlara vəsl dərlər ki, gərz Bəğdad و heri ya az reyənd, əgər Bəğdaddandılar, Həratdandılar, bunlar müxtəlif o şəhərlərdir ki, Mevlana'ya tanışdır ki, bunlar gətirir. Gərz Bəğdad و heri ya az reyənd, bi mizac ab و gel nəsl veyənd. Bedunun ki, bunlar qatışalar əslən, az nəzərə cismi və bədəni qatışalar, bunlar elə Peyğəmbərlərin nəsləndəndirlər. Gərz məğrib bərzənd xورشید سر عین خورشید است نی چیز دگر شاخ گل هر جا که روید هم گل است خم مل هر جا که جوشد هم مل است. Bunlar eyni bir dəstə gül kimindilər, hər yerdə güldülər. Bunlar eyni elə bir günəşdilər. Necə günəş
fərq eləmir ki, qərbdə olsun, şərqdə olsun. Mevlana'nın sözü budur ki, bu evliya və bu təmiz insanlar, bunlar həmişə neynirlər? Torpaqdan və coğrafiyadan bunlar rədd olurlar. Ona görə İsa Məsih də bizim içimizdə belə bir şəxsiyyət olubdur və həmişə İslam ona yaxşı baxıbdır. Quranda da müxtəlif ayələrdə ondan yad olubdur. Məryəmdən, məxsusən şiələrin içində ki, Həzrəti Məryəm gəlib Fatimə Zəhra ilə müqayisə olunubdur. Məsih dünyasındakı Məryəmdən yuxarı bir xanım biz tanımırıq. Məsələn, onun ləqəbi Bətul ona deyiblər. Bətulu ki, yəni bakir olubdur, həmişə qan görməyibdir. Bu təmiz bir xanım olubdur. Ona görə hətta İslam da başlanışında baxsaz görəsiz tarixində Məsihiyyətlə elə müşkülə yemir. O Yəhudilər, Bəni Qureyzə, Bəni Qaynuqa bunlardılar ki, در واقع Peyğəmbərə bir para müşküllər törəldirlər. Və əcaibdəndir ki, ələn bu əsrdə, müasir əsrdə Məsihiyyət və Yəhudiyyət əl-ələ verir در واقع İslamın əleyhinə. Hər halda istəyirəm bunu deyəm ki, 25 desambrda Məsihlər, məxsusən Təbrizdə ki, bu Şəhnaz xiyabanında zətdə bu Məsihlər çoxlar sakindilər. در واقع bir Kirisməs, Eid-i Kirisməs در واقع bunların içində bir şenlik olar. Kirisməs ki, həman Eid-i در واقع paşdır. Bunlar mütəqiddirlər ki, çün Məsihin özü در واقع səlibə çəkildi, vəli Quran o cür baxmır. Quran deyir ki, ma qətəluhu və ma sələbuhu. Əslən onu öldürmədilər, onu səlibə çəkmədilər və lakin şubbəhə ləhum. Bunlara bu müştəbəh olundu. Çünki etdilər, ona bənzərini tapdılar, şəkdilər və astılar. Hər halda bu Kirisməs در واقع Kristməs kələməsidir. Krist yəni ya Kristal ya Kristal həman Məsihi kələməsi به معنای eşay Rəbbanidir. Bundan cüzü əyatdandandır bu Məsihləri. Və İspaniya dilində, ondan sonra İtaliyada, hərəsində də təqribən buna bir bənzər bir kələmə işlənilibdir. Bu Kirisməsin demək olar cəşnlərində, hətmən siz görübsünüz filmlərində ya kartonlarında da bir dənə şəxsiyyəti olar be namı Baba Noel adında. Və bu Baba Noel bir dənə bir qoca kişi olar, bir mehriban bir kişi olar, bir keşiş, bir pədəri ruhani, pədəri mənəvi gələr uşaqlarla mehribananə danışar, bunlara caizə ya hediyə verər. Bunun da در واقع ریشəsi gedir sədə-i 4 miladiyə ki, orada bir dənə o zaman Asiyayı Səğirdə ya Türkiyədə bir dənə oskofi var idi به نام Sent Nikolas. Bu Sent Nikolas bir şəxs idi ki, təqribən mehriban bir qiyafəsi var idi və bu gəlirdi, neydi, uşaqlarla məhəbbət eləydi və oradan o nemad در واقع tutulubdu və Avropadan ki, Hollandilər mühacirət edirlər Amerikaya, özləri ilə də bu sünnəti neynirlər, aparırlar. Bu şenliyin içində bir dənə də sərv ya kac ağacı bu ünvan nemad intikhab olunur və alırlar, aparırlar evlərində ya saxtmanların qabağında bunları çıraqlar bağlayırlar. Qəşəng bu ünvan bir dənə nemadi ki, səmimiyyət və məhəbbət bu ağaçdan alınır. Məsihlər neynirlər, bundan istifadə edirlər. Döktür Zərrinkubun xanımı ki, özü bir dənə fazıl xanımıdır və Allah bunların ikisini də rəhmət eləsin. Xanımı Döktür Qəmər Aryan bir dənə kitab yazıbdır, Məsih dər ədəbiyyat. Məsih dər ədəbiyyatı bu gəlibdir kollən şairlər ədəbiyyatı Parsidə nə istifadələr eləyiblər Məsihdən, bunu bir çəkibdir təsvirə. Məsnəvinin irtibatında da neçə məqalə yazılıbdır ki, Mevlana
Məsihə nə gözünən baxır. Çoxlu nağıllar varımızdır. Məsnəvidə ki, Mevlana orada Məsihə neynir, işarə edir. Sən bir dənə o calib nağılların bir dənəsi, siz bilirsiniz də ki, İsa'nın bir dənə mucizələrinin biri bu idi ki, ölünü dirildirdi. Bir dənə cavan gedir bunun yanına, İsa'nın yanına və çox yalvarır buna ki, sən bu sümüklər ki, tökülüblər ələm bura, mən səndən xahiş edirəm ki, bunları dirildəsən. Deyir, baba, sən bunu məndən istəməcəkən, bu işi xətərnak işləyirsən, o qəd bu cavan buna yalvarır filan eləyir ki, sən məni bu duamı icabət eləcəkən, deyir ki, işgal yoxdur da, mən şunda sən məndən istəyirsən, mən razı dəyərəm bu ittifaq düşsün, amma dua eləyir və o sümüklər dirilir. Sümüklər dirilən kimin təbdil olur bir dənə şirə və şir əvvəlini şişi görür, elə o cavan bir dənə pəncə vurur bunun üzündən və yıxır yerə, onu neynir, orada didir. Bu nağıl bu məzmunda Məsnəvidə gəlibdir. Xand İsa namı haqq bər ostxan az برای التماس آن جوان. Və bu şiir elə ki durur bu cür, bəd Mevlana nəticə alır, deyir ki, siz bəzi xastələrə çox israr eləməyin. Çünki israr eləsəz, mümkündür sizin nəzərinizdə bu xeyir olsun. Vəli getdikcə qabağa nədir? Bu sizin öz ziyanınıza tamam olacaqdır. Bu o nəticədir ki, Mevlana neynir, ondan alır. Usulən Mevlana muhtəqiddir ki, bu peyğəmbərlərin içində 2 nəfər əslən peyğəmbər dərdirlər. Bunlar firiştə idilər. Qalibi peyğəmbəriyə töküldülər, gəldilər. Cismə gəldilər bunlar. Biri İsa'dır, biri İdris'dir. Mevlana baxışığı buna vücuddur. İsi و İdris برگردون شدن بر ملائک چون که همجنس آمدن. Bunlar mələk. Və vaqən də siz İsa'nın əhvalatına baxsaz görürsünüz ki, 31 o ya 32 il yaş kimi ömür eləyir və mücərrəd qalır. Ümumən dağda, daşda bu cür çox mənəvi və ruhani bu yaşayır. Bu zehniyyət Mevlana'da yarana bilir ki, bu ola bilər ki, əslən insan olmasın, bir feriştə olsun ki, bu qalibdə gəlibdir. Mən üçün özüm tövfiq tapmışam, Cebran Xəlil Cebranın da əsərlərini tərcümə eləmişəm. Cebranın neçə yerdə İsa Məsihə də neyibdir, işarə eləyibdir. Bir dənə kitabı vardı, Yəsu ibn İnsan adında. Əslən, Yəsu ibn İnsan, Yəsu özünüz bilirsiniz də, İsa Məsihin bir dənə adlarındandır. Kələmədir, İsa'dır, Yəsudur, Nasiridir. Bunlar İsa Məsihin əlqabındandır. Bu kitabda Xəlil Cebran bir dənə İsa'yı yaraldır ki, özü istəyəndir. Yəni, o əfkarını neynir, o kitabda gətirir və mən istəmirəm onu açam, çox tövzih verəm. Bağı Peyğəmbər kitabında da, orada ki, o Peyğəmbər xəyali gəlir, müridlərlə danışır, orada da در واقع Məsihi bizim yadımıza salır. Xoş, mən bu müqəddəmədən sonra gələcəm Məsnəvinin idaməsinə. Selamun aleyküm. Cüzveyi ki, ayə Əhmədi zəhmətin çəkdilər və sizə təqdim elədilər. Kənizək o padişah nağılının idaməsidir ki, sizə verilibdir. Biz beyt 168-ə kimin gəlmişdik. Beyt 168. نبض جست و روی سرخ و زرد شد که از سمرقندی زرگر فرد شد. Bura kimin biz keçmiş cələsiyə kimin oxumuşduq ki, bəli, o həkim, o qoca gəldi bu qaravaşı ya kənizəki dərman eləmək üçün əlini qoydu onun nəbzinə və bir o yerdən ki bu keçmişdi, o şəhərlərdən, o küçələrdən bundan bir suallar soruşurdu. Tapa bildiniz? Xoş. چون ز رنجوران حکیم این راز یافت اصل آن درد و بلا را باز یافت. دی وقتی که o cansızdan o həkim bu sırrı bildi,
o dərdin və o bəlanın kökünü tapdı. Be təbiri Üstad Heydər Əbbasi ki buyurur, elə ki bu sırra əl tapdı həkim, həm dəva həm dərdə əl tapdı həkim. گفت کوی او کدام است در گذر، از سر پل گفت و کوی غاتفر. حالا بعضی kəlmələrdə mümkündür mənim nüsxələrimdə təfavütlər yola, o mühim deyil. bəli, از سر پل گفت و کوی غاتفر. dedi ki sənin oradan keçəndə, Səmərqəndidən keçəndə sənin məhəllən hansı məhəllə idi? Deyir ki, Körpübaşı, Səripol. Məhəllənin adı Qatfər. Qatfər bir dənə şəhərdir ki, oranın gözəlləri mərufdur da. Edward Brown o tarixində yazır ki, Qatfər məntəqəsi Səmərqəndidə hələ də qalır. Və istədi kuyun ona versin nişan, Qatfər Körpübaşı etdi bəyan. Dedi mən oradan keçəndə geçdim. گفت دانستم که رنجت چیست زود، در خلاصت سحرها خواهم نمود. شاد باش و فارغ و آمن که من آن کنم با تو که باران با چمن. من غم تو میخورم تو غم مخور، بر تو من مشفقترم از صد پدر. هان و هان این راز را با کس مگو، گرچه از تو شه کند بس جستجو. Dedi ki mən bildim da sənin ağrın nədir, sənin dərdin nədir. Səni qutarmaqda mən olsunlar eləyəcəm. Olsun yəni sehr, cadular eləyəcəm. Sevinclə, şadlıq eləcinə, rahat olcunla mən səndən elə işlər görəcəm ki, elə bir yağış çəmənlə bu işləri görür. Mən sənin qəmini yiyəcəm. Sən də qəm yeməyəcəksən. Sən bilcinən ki, mən 100 dədədən sənə mehribantar olacam. Amandır ha, bu sırrı sən bir kəsinə aşmacına. Baxmayaraq ki bunu, şah səndən soruşa. Heç vaxt şahın özünə də sən aşmacına. Anladım illət nədir bu yanmağa, eylərəm olsun səni qurtarmağa. İşlərəm min mücüzə ağrında mən, ki yağışdan gözlüyər yanğın çəmən. O ki yanğın çəmən yağışdan gözlüyər ki, yağış ona neynəsin? Mən o işlər görəcəm sən. Ağrın almaqda atandan da başam, dərdini allam, yorulmaz yoldaşam. Bir yoldaşam səndən ki, müşfiqəm. Əs-səd pedər, heç vaxt mən yorulmayacaq. Açma sırrından gözəl, heç yanda qal. Qal yəni qol, danışıq. Heç yerdə bu sözü aşmayacaq. Açma sırrınla gözəl, heç yanda qal. Padişah da eyləsə səndən sual. Səndən nə qədər sual eləsə, sən heç vaxt bunu aşmayacaq. Əzizlər, burada 2-3 dənə kələmə vardı. Mən icazə versəz onu bizlərə açım sizin üçün. O budur ki, bir xəlas vardı, bir xilas vardı. Xəlas به معنای qurtuluşdur, mənay rəhayid. Məsələn, Hafizin şerrəndə gəlib də, zəçəng zülf kəməndət kəsi nəyaft xəlas. Yaxşı, sənin saçların kəməndindən bir nəfər burada qutulanmadı. Nə az kəmançey əbru və tir qəmzə nəcab. Hətta sənin qaşların da ki, selamun aleyküm, qaşların da ki bir kəman kimi olmuşdu və baxışığın da ki bir ox kimi olmuşdu. Gözü baxında, məsələn, qaşları təşbih eləyir bir dənə kəmana, gözdən də ki o baxışıq da olur, eyni bir ox kimindir. Deyirsən, özü ki baxırsan mənə, sən bundan qutulmayacaqsan. Pəs xəlas bu məni.
Amma xilas به معنای bir şeydir ki xalisdir və nabdır. Əslən bunun qəllu qəşşi bunun içində yoxdur. Biz ona deyirik xilas در واقع. O Nizaminin şehrlərində Kenan Gənci از سیم و زر خلاص به مهر جهاندار کردند خاص. زر خلاص یعنی زری که onda heç növ naxalisi در واقع yoxdur. Burada bir dənə də kələməmiz vardı. Amin barəsində. Şad baş و fariq و amin. Amin əmənədən tutulubdur. Əmniyyətdən. در واقع aymendir. Ki olur amin. İsmi faildir da. Biz ərəbdə deyirik ki, 2 dənə həmzə bir-birinin yanında gəlsə, əvvəli əc ötsə, ikincisi sakin olsa, təbdil olar aya. Olur nə? Amin. Yəni o ki, əmniyyətdədir. Amini imen də neyniyiblər? Tələffuz eləyiblər. Nasir Xusro deyir, در بلخ ایمنن ز هر شری. Bəlxidə deyib, bir dənə yerdir ki, orada در بلخ ایمنن ز هر شری، میخار و دزد و لوتی و زنباره، ور دوستار آل رسولی تو چو من ز خاندان شوی آواره. Əgər sən istəsən mənim kimin əhl-i beyti istəyəsən, Bəlxidən köç, qarni pəncüm Bəlxi deyir. Deyir burada dələ, dülə, lat, obaş hamısı uğru əmniyyətdədir. O ki mənəviyyət dalısıcadır, gərək neynəsin bu şəhərdən və Bəlxidən köçsün. Biatca da gəlsək aşağıya, orada kələməyi müşfiqə yetişirik. Müşfiq bir dənə Qur'ani kələmədir. Be mənay qoxmaq. Amma bir dənə də ayrı mənası var ki, burada da onu işlənib də. Yəni ürəyi yanan, mehriban bu məniyə də işlənibdir. Quranda gəlir ki, və hum min xəşyəti Rabbihim müşfiqun. Möminlər o insanlardırlar ki, Allahın qorxusundan qorxurlar. Allahın qorxusundan bunlar neynirlər? Qorxurlar. Ki, Ənbiya surəsindədir. Əhzabda da o ayə əmanət ki, məruf əmanət ki, inna ərəznəl əmanətə alə səmavat vəl ərz vəl cibal fəəbəyn ən yəhmilnəhə fəhəmələhəl insan və əşfəqnə minha. Burada nə mənədir? Əşfəqnə, yəni bunlar qorxdular ki, o əmanəti neynəsinlər, götürsün nöhtələrini. Yer də qaçdı, göylər də qaçdı. Bu düşdü insan boynuna ki, insan bunu qəbul elədi. Xob, biatca da gəlsək aşağıya, hanuhan kələməsi. Hanuhan kələməsi istilahən fars ədəbiyyatında به معنای تنبیه و تحذیرdir. Yəni bir şeyi qorxutmaq üçün. Yəni muvazib olcunan. Muraqib olcunan. Hanuhan. Bu hanuhanı Mevlana çox yerdə işlədir. Hanuhan hoşdar bər nari dəmi. Muvazib olcunan ki, bir ləhzə burada təfrənməyəsən. Əvvələn bərcəh tələb kon məhrəmi. Sən əvvəlin budur ki, özvə bir dənə məhrəmi sirri tapasan. عاشق و مستی بگشاده زبان الله الله اشتری بر ناودان. خب gəlirik 175-ci beytə. Xub burada Mevlana'nın bir ləhzə zehninə gəlir ki, o həkim ki buna dedi ki, mən sənin dərdi bildim ki burada nə xəbərdir. Sən Səmərqəndidən keçəndə zərgəri görübsən, o zərgərə aşıq olubsan, ürəyi tapşırıbsan, ona gəlibsən. Cismi gətiribsən padişaha və günbəgün də sən naxoşluysan, mərzliysən, bunu amandır sən deyəsən padişaha. Sən icazə verirsən, qoy mən səhman özüm padişahla bunu tərh eləyəcəm. Orada Mevlana'nın zehninə gəlir ki, nə cür eləyə bilər bir kəs bir şey gizlətsin? Əslən bu gizlətməkdə nə vardır ki, nə bəhrələr aparmaq olar, nə faydalar bu bizə verə bilər? Bu buna sualdır. İndi buna özü neynir? Cavab verir. İstilah-ı uləmada deyirlər, dəxl-i müqəddər da. Yəni elə bir sual zehnində özü yer aldır, o suala özü cavab verir. Bəlkə də olmuş olsa ki, o məclisdə olanlardan soruşurlar Mevlana'dan, ona bu neynir? Cavab verir. Qurxaney راز تو، burada gəlib xanə-i əsrar. Xanə-i əsrar تو چون دل شود آن مرادت زودتر حاصل شود. وقتی sənin ürəyin razları evi ola, sən öz istədiyi və teztər yetişəcəksən.
صدور الاحرار قبور الاسرار. Rivayətdə Peyğəmbərdən. Azad insanın sinələri razların nədir? Qəbridir, corudur. Azad insanlar razları eşiyə atanmazlar. Bunlar öz içərisində bir cor qazıb onu orada quyulayarlar. Hələ Mevlana deyir ki, bu quyulamaqda nə bərəkət olacaq? İndi gələcək ona. Gizli əsrara məzar olsa ürək, açılar müşkül olar hasil dilək. Əgər bizim ürəyimiz bu gizlin sırrılara bir dənə evi olmuş ola, bir dənə cori olmuş olsa, Mevlana deyir ki, sən buna öz istədiyi və testər yetişəcəksən. Demək olar ki, niyə bu ittifaq düşür? Məsələn, biz sırrımızı açanda 2 nəfərin içində, 5 nəfərin içində niyə tez istədiyimizə yetişənmirik? Bir dənə tövsiyə əmniyyəti və rəvanşinasi ki, Mevlana istəyir eləyə budur. Deyir, əvvələn görürsünüz o adamlar ki, məsələn, qəlyan başında oturub, manqal başında oturub, dünyanı fəth elə danışanda. Amma elə ki, hər şey qutulandan sonra getdi, hər öz yeyini neynir tapır. O illəti nədir? İlləti budur ki, orada danışıq eynən müqabilə bir dənə feilidir, əməldir. Yəni, elə bu danışdıqca, elə bir o işi gördəsən, qoydu yerinə. Sonra o iş ittifaq düşməyib, ha. Ona görə Mevlana deyir ki, siz vaxt o sırrı gətirirsiniz, əyan edirsiniz. O sırrı əyan eləyəndə eyni buna bənzəyir ki, siz o işi gördünüz. Da sizdə o hissi və o hali qalmır ki, siz neyniyəsiniz, o işin dalısıza gedəsiniz. Bir dənə dəlili budur. Türküdə də bir məsəl var da, deyir ki, Hürriyanit Qabbas belə bir məsəlimiz vardı. O şəxsi ki, hər şeyi cəhdi ağzına, bundan heç zat çıxmayacaqdır. Bu işi yerinə qoyanmayacaq. Bir dəlili budur. İkinci dəlili də Mevlana deyir ki, خب قصد کردستند گل پاره ها تا بپوشانند خورشید تو را. Sən vaxtı ki sırrı açsan, həsəd eləyənlər, pəxil insanlar orada müntəzirdirlər ki, səni gözləri ilə yesinlər bunu. Səncə onlara tövmə verməyəsən. Onlardan gəh müvazib olasan. Qəsd kərdəstəndin gel para ta bepuşanand xurşid تو. Bəzi sözləri danışmaq deyir, neynir? O ətrafdan həsədi neynir? Cəlb eləyir və gətirir və bahis olur ki, sənə در واقع göz dəyir da. لیُزلقونک بالابصار o ki, Quranda gəlibdir. خب idamesi. گفت پیغمبر که هر که سر نهفت زود گردد با مراد خیش جفت. Bu da rivayətdir ki, Peyğəmbərdən nəql olubdur. Deyir, hər kim sırrı gizlətsə, teztər öz hədəfinə, öz məqsuduna yetişəcəkdir. Cüfləşər sır saxlayan aqil bəşər. Cüfləşər. Cüfləşər yəni nə? Yəni bahəmləşər. Cüftləşər də bahəmləşər. Cüfləşər sır saxlayan aqil bəşər. Öz murad ilə dedi xeyrul bəşər. Xeyrul bəşər yəni Peyğəmbərdən. İbn Qutaybə Dinvəri Uyunul Əxbar kitabında yazır ki, İstəinu əla incahil həvaic bil ketman. İstəyirsiniz hacətlərinizə yetişəsiz, ketmanla yetişə bilərsiniz. Bunları gizlətməyin. Ketmandan kömək alın, gizlətməklə kömək alın. Hər kəsin, hər yerdə bunları tərh eləməyin. Fə innə kullə zi ni'mətin məhsud. Hər kəsə hər neməti verilsə məhsuddur. Yəni muridi həsəd vaqe olur ki, ondan gərək neyniyə müvazib ola. Nizamidən də gəlibdir, deyir ki, məqu nagفتنی در پیش اغیار نه با اغیار با محرمترین یار به خلوت نیز از دیوار می پوش که باشد در پس دیوارها موش. Sən bunu gizlətməlisən, çün در واقع divarın dalısında mümkündür sıçanlar götürüb sözlər yaparlar o yan bu yana. Bilirsiniz, bunların özünün də bir fəlsəfəsi var daha irfanda. Mən hələ ona girmirəm, hələ ona istəmirəm işarə eləyəm. Hafizin şeirlərində də vardı, o məruf qəzəlində deyir ki, دل بی جمال جانان میل جنان ندارد هر کس که این ندارد حقا که آن ندارد با هیچ کس نشانی زان دلستان ندیدم یا من خبر ندارم یا او نشان ندارد گر خود رقیب شمع است. Bu beytdir. Ger xod rəqib şəm است. Əgər fəqət sənin
bir şəmlə fəqət təhliyə eləyibsən, oturubsan, gər xod rəqib şəm از اسرار از او بپوشان کان şux سربریده بند زبان نداره. Ax şəmin başını vurarlar ki, qəşəng işıq versin. Hafızın təbirinə baxsa, şux sərboridə. Bu bir dənə şux o şəngidir ki, bunun başını kəsiblər. Bu baş kəsməkdən deyir ki, çün başını kəsiblər, bu hər sözü deyəcək. Hətta şəm də bu sözü neynəyəcəkdir deyəcək. Kan şux sərboridə, bənd zəban nədir? Vaxtı bunun başını kəsiblər, də bunda dil qalmayıbdır. Bu hər nə çıxadacaqdır üzə. Xob, indi Mevlana istəyir Peyğəmbərin bu sözünü ki, sırrı gizlətmək nə insana bərəkat gətirər, buna bir dənə təmsil tapsın. دانه چون اندر زمین پنهان شود سر او سرسبزی بستان شود. وقتی bir dənə dənəni sən yerdə gizlədirsən, bu gizlənməsə gövərməz. Bu در واقع onun توجیهی və təmsilidir da. Torpağın qoynunda gizlənsə dənə, torpağın qoynunda gizlənsə dənə sırrı nəql eylər yaşıllıqdan sənə. Xob, pəs bu yaşıllığı sırrıdan eynəyəcəkdir, sənə nəql eləyəcək və gətirəcəkdir. Bu təbiri Mevlana Mənaqibul Arifində də əflaki gətirir Mevlanadan. Mən ibarətini eyni öcür oxuyuram, çünki o ibarətin ləzzətini istəmirəm alam. Deyir ki, hər danı və toxmi ki در زمین اندازند bir hər dəni ki atırlar yerə, əgərçə در surət میمیرد و ناپدید میگردد. Düzdür, zahirdə deyir bu ölür. Amma بعد از روزی چند زنده میگردد. سرسبز و درخت میشود. yaşıllanır, ağac olur. Cism enbiya və اولیا نیز همچنان است. Görürsünüz. Sihana Parsın sözləri də. Deyir necə ki dənəni atırsız yerdə gizlənir. Bizim cismimiz də eyni öcürdür. Dənə ki yerdə gizlənir, gövərir, bir dənə bağa, bir dənə yaşıllığa təbdil olur. Biz də yerin altında öləndə gizlənirik. Və biz də yaşıllanacağıq. Biz buradan gedir neyniyir? Mevlana bu təmsildən istəyir, məsələn, bir növ məadı da bizə ispat eləsin. Xob, zərr و نقره گر نبودندی نهان ötürmür ha, ayrı təmsillər çəkir. Yəni bu sadəlikdə əl çəkməyəcəkdir. Zərr و نقره گر نبودندی نهان پرورش کی یافتندی زیر کان. Qızıl gümüş mədəndə gizlənməsəydi bir belə dəyər tapmayacaqdı. Bu üçün gizləndi, bir belə bu dəyəri tapdı. Torpaq altında yatıb altın türküdə nədir? Qızıl. Torpaq altında yatıb altın gümüş mədənin qoynunda tapdı pərvəriş. Vədəha və lütfهای آن حکیم کرد آن رنجور را آمن ز بیم. Bəli. Bu vədələr, bu lütflər ki, bu qoca və bu həkim demək olar elirdi. Bu kənizəki yavaş-yavaş neyniydi? O qorxudan çıxaldırdı eşiyə ki, sən da nigaran olmayacaqsan. O həkimin lütfü, elmi, vədəsi eylədi aludəyə can riştəsi. Buna bir dənə can riştəsi, o kənizəkə neynədi? Bu vədələr verildi ki, bu neynəsin? Dursun ayağa. Vədəha başəd həqiqi. İndi vədələrin barəsində istəyib bölüşdürək. Hər vədə ki olmaz. Vədəha başəd həqiqi دلپذیر. Vədəha başəd مجازی تاسه گیر. خب وعده اهل کرم گنج روان وعده نااهل شد رنج روان. Vədələr də vədələr əgər düz olsa ürəyə yapışandır. Vədələr əgər yalan olsa bunlar ürəyə yapışandır. Tasegir, tase kələməsini indi mən burada deyəcəm də, yəni məlalavərdir, xəstəlik gətirər, tase kələməsi. Məsnəvidə bu ayrı yerdə də zehnimə gəlir ki, işlənilibdir. Deyir ki,
آن بخاری قصه دانش نداشت، چشم در خورشید بینش می گماشت. هر که در خلوت به بینش یافت راه، او ز دانش ها نجوید دستگاه. با جمال جان چو شد همتاسه ای، باشدش ز اخبار و دانش همکاسه ای. همتاسه kelimesi orada da işlənibdir. Əlbəttə həmtasa bu tasədən alınıb. Bəli, həmtasənin mənası به معنای همدلده، همدرده، فرق eləyib bundan. خب پس vədə var düzgün, gözəl, can oxşuyan. Vədə var eyşin boğazın oxluyan. Eyşin boğazın oxluyan. Təşbihlər görürsünüz də. Vədəsi cövhərlinin can çağrısı. Əsli nəcabətli insan qol versə, qolun üstündə deyə durar və bu can çağrısıdır. Yəni canı səsləndirər, çağırar. Xoş. Vədəsi cövhərsizin baş ağrısı. Əsli nəcabətsiz insan sözdə versə, o sözün heç dəyəri olmayacaqdır. Xoş, bu gənc rəvan, nəqd rəvan nüsxələrdə də bu fərq eləyibdir ki, buna mən istəmirəm الان işarə eləyəm. Xoş, idamə veririk. بعد از آن برخاست و عزم شاه کرد. چیم برخاست؟ بله؟ یا طبیب دا حکم دا. بعد از آن elə ki o kənizək bərkitdi ki, sən bu sırrı bir kəsə deməyəcəksən, ondan mütməin oldu. İndi gedir yavaş-yavaş sızsın onu şaha şeyi, şah bilsin. بعد از آن برخاست و عزم شاه کرد. شاه را زان شمه ای آگاه کرد. Durdu ayağa, getdi şaha sarı. Şəmməyi, şəmmə, həman şamama biz deyərik məsələn. Şamama o ücrə meyvələrdir də ki, xoş, yaxçı iyi olar, evə qoyarlar məsələn. Yaxçı, bizim tərəflərdə qıra, sizin tərəflərdə xırça məsələn, ona bənzər bir şey. Xoş, o şəmmə həman şamama, şəmin, bunlar hamısı bir işədən, ərəbidən demiyorlar alıbdır. Bir dəfən iyləmə. Şəmmə məstəri ədədidir istilahən. Bir dəfən iyləmə. Xoş, muntab bu rişey mənisidir. Amma məcazidə به معنای budur ki, yəni bir azaraq. Şah razan şəmməyi ağah ki, bir azaraq, bir quşəsi neynədi? Gəldi da şaha bu موردdə. سعدی دشلده دا گلستانده باری وزیر از شمایل او در حضرت ملک شمه‌ای همی گفت. یعنی بی آزارخ onun şemailinden ne nədi? Dedi. Xoş. Şaha üz döndərdi ondan bilən, bir azı anlattı şaha bu sırrıdan. Gofت tədbiran بود کان مرد را. Qoymur ha şah danışa hakim. دی تدبیری ده من özüm eləyəcəm sənə. گفت تدبیران بود کان مرد را، حاضر آریم از پی این درد را. Bu biz bəran ki bu qaravaşı dərman eləyək, yolu budur ki biz o zərgəri gətirək. Zərgər Səmərqəndidən dura gələ bura. Əqlə uyğundur dedi vardan keçək, zərgəri dərman üçün hazır edək. Gətirək zərgəri dərman üçün gətirək bura. Mərd zərgər را بخوان زان شهر دور، با زر و خلعت بده او را غرور. O qızılçını uzaq yoldan çağır gəlsin. Qızılıyla, xələtlə onu allatçın. Qurur ərəbdə yəni allatmaq. Nəhçü bəlağada gəlibdə. Əd-dünya darul qurur. Dünya yerdir ki orada insan allanır. Əd-dünya təğurru, təmurru, təzurru. Nəhçü bəlağada gəlibdə. Dünya alladır, keçəndir və zərər neyini yetirir insana. Xoş, istə gəlsin zərgəri oradan bura, başına altun savır, dön, sal tora. Qızılı tök başına, sonra deməyəcək, o zərgəri alladacaq burada. Başına tor atacaq.
o həkimin, o təbibin nədir? Sözüdür. Axı bir dənə də məsəl var da, nəql olubdur ki, vəchun la yura bizzəhəb yuştara. Bu ərəbdə gəlibdir ki, surəti yoxdur, bir çehreyi yoxdur ki, qızılı görə allanmıyor. Belə bir məsəl. İnsani yoxdur ki, qızılı görə allanmıyor. Macərayı Aşurada, İmam Hüseyin macərasında bilirsiniz də ki, məsələn, nə qədər qızıllar qoydular bundan qabağına ki, bunlar rəylərindən çönsünlər, namələrini pəs alsınlar. İnsanların fikrini dəyişir, əzmini dəyişir. خب شه فرستادان طرف یک دو رسول حاذقان و کافیان بس عدول. Qəbul elədi. Şah dedi ki, olsun. Mən 2 dənə elçi göndərəcəm. Rəsul, yəni elçi, peyk. Haziqan و kafiyan bəs udul. O elçilərin sifətləridir ha. Mahirdirlər, ustaddılar. Kafiyan, kafi həman ləqəbidir ki, o zaman verərlər. Məsələn, Deyləmiyan bir dənə vəzir vardı, ona deyər kafiyul kufat. Kafiyul kufat, yəni bu gəldi hər şeyə kifayət elər də. Ayrı heç kəsin danışmağa haqqı yoxdur. Allahın da barəsində bu sifət işlənir. Əleyhissallahu ki, kafin əbdəhu. Allah insanın bəndələrinə kafi deyil. Bu elə özü bəndələrə nədir? Kafidir. Xub, pəs o elçilər həm haziq idilər, həm vücudları kafi idilər, həm də uduludular. Udul, bəli, cəmdir, müfrədi, həm ədl ola bilər, həm adil ola bilər. Adildir, yəni bunlar ədalət elərlər, ədalətçin adamdılar. Xob, zülm eləməzlər. Ədl də olsa ki, yəni elə o məniyyədir ki, bunlar demək olar etidallı adamdılar, mütəvəssit adamdılar, nə ifrat elərlər. Bu məniyə. Hər halda udulun mənisi bu ola bilər. Ta Səmərqənd آمدنداند و امیر پیش آن زرگر ز شاهنشه بشیر. Nüsxələr bir miqdar fərq eləyir, vəli xub da çox mühimmi deyil. Bizim bu nüsxəmizdə də belə gəlib. Ta Səmərqənd آمدنداند و رسول آن رسول از برای زرگر şəng fuzul. Bu ikisi Səmərqəndə kimin getdilər bu elçilər? Bu zərgərin üstünə sarı getdilər və müjdə apardılar da, bəşarət apardılar. Xələtdə də özləri ilə apardılar. Çatdılar onlar Səmərqəndə yerin, tapdılar şux zərgərin axır yerin, bu zərgərin yerini tapdılar ki, bu hardaydı. Key Latif, ustad kamil معرفت فاش اندر شهرها از تو صفت نک فلان شهر از برای زرگری اختیارت کرد زیرا مهتری. ey ki sən latifsən, ustadsan, kamilliğə yetişibsən, sənin mərifətin yuxarı, sənin adın şəhərlərdə yayılıb, hamı səni tanıyır. Şah sənin üçün bir xələti göndərib, səni dəvət eləyir dərbara ki, sən neyniyəsən? Dərbarın qızılçısı olasan. Şahın məxsus sən orada qızılçısı olacaqsan. Dostlar, burada lətif kələməsi də Qur'anı kələmədir də, özünüz bilirsiniz ki, Allahın barəsində işlənilibdir ki, Allah bəndələri üçün lətif olubdur. Lətif olubdur, yəni bunları hidayət eləyəndə həmişə müdarə eləyibdir. Çətin tutmayıb bunlar. İnnəlləhə lətifun bi ibadə. Allah bəndələrinə eynidir, lətif olubdur. Xob. Bəli. Nək, yəni əlan. Nək, inək. Əlan, bu dəqiqə. Nək falan şəh əz bərayı zərgəri. Əlan, bu dəqiqə. Bu dəqiqə padişah səni qızılçılıq üçün
seçipdi. Çün sen mehtersen. Mehtersen, mehter yani بله مه به معنای büyüktü. Meh به معنای aydı da. Mehinnen mehin kelimesi Farsıda bu tefavutu vardı. Mehin به معنای büyüktü. Mehin به معنای o ki aya benzerdi. Terdəki bunu mehter yani büyüktü, en büyük demək olar. Kəlantar məsələn bu cürdür. Kəlantar, tər eyni özü. Buna izafə olunur. Səlcuqnamədə də gəlibdir. Deyir ki, Burkiyaruq çون Məlik Şah vəfat yaft, mehter fərzəndan o بود. Mehter yəni uşaqların böyüyü neydi? Bu adamıdır ki, şah öləndən eyni qüdrətə çatır. Nədir? Burkiyaruq. Bərdə. Türkçüdür də, Bərkiyaraq. Bərk. Türkçüdür də. Bərkiyaraq məsələn. Bəli də. Nəyi bərk olur? Yarağı da. Yaraq da ki o əsbabalatı cəngi olur da. Düzdür? Bəli. خب çox yaxşı. Nək falan şəh az برای زرگری İncelikdə o hünərli padişah bil səni seçdi qızılçı padişah. اینکین خلعت بگیر و زر و سیم چون بیایی خاص باشی یا ندیم. Hələlikdəsən bu xələti al, bu qızılı al bizdən. Gəlsən ki ha ora, sən olacaqsan məxsus, nədim, padişahın ən yaxın bir şəxs olacaqsan ona. Xub, burada xas kələməsi ki, müşəxəsdə, o ki, məhrəmdir. Şaha məhrəm olar, şah çox sözünü onunla ortalığa qoyar. Buna deyərlər xassıdan. Mevlana da bir kələməni işlədibdir. Məsnəvidə deyir ki, ناطق کامل چو خان باشی بود بر سر خانش زهر آشی بود. Bir ki de istəyir ki, natiq kamil olsun. Natiq kamildən mənzuru Qur'anı istəyirsin. Natiq kamildən mənzur Peyğəmbər istəyirsin. Həzrət Əlini desin. Deyir, onlar ki, natiq kamildilər. Bundan süfrələrində sən hər şey tapa bilərsən. Zəhər aşi بود. Hər cürə yeməkdir, sən oradan inəyəcəksən, tapacaqsan. Niyə? Çünki hər cürə bundan qonaqlar var axı. Bir cürə qonaq yoxdur ki, bir gələ deyə mən pizza yeyirəm məsələn fəqət. Onu verəcəksən mənə. Bir gələ deyə ki, yox, yer almalar soğuq aptı, mən yer alma verməyəcəksən. Mən yumurta verəcəksən məsələn oradan. Ki نماند هیچ mehman binəva. Hər kəsi yabad qəzayı xod cüda. Müxtəlif adamlar var. Hərəsində bir cürə iştihalar var, qəzalar var. Ona görə bunlar onların hamısına qəza verməlidirlər. Natiq kamil olmalıdırlar. Niyə? همچو قرآن که به معنی هفت توست. Qurana ki deyilir hafta tudu, 7 dənə bunun layəsi vardı bu Quranın. Niyə deyirlər bunun 7 layəsi var? Bəli ki hər layədə hər şəxsin bir xörəyi var, yeməyi var, o layələrdən gəl çəkişiyə. همچو قرآن که به معنی هفت توست خاص را و عام را مطعم دروست. Xas insanlar və am insanlar bunlar öz yeməklərini bər həsəbi o layələri bundan neyəcəklər? Çəkəcəklər eşiyə. Var bizim hadisdə də gəlibdir ki, bizim bəzi ayələr var Quranda ki, bunlar axirüzzəman insanlarından ötürdü. Məsələn, Surə-i Hədidin barəsində nəql olunubdur da ki, bunu bir nəfər istəyir düşünə, axirüzzəmanda bunlar gərək neynəsin, düşünsün. Hər halda, nədim kələməsi də ki, به معنای همنشین، همدم ها. خب پس هاردایدıq 190. بله. مرد مال و خلعت بسیار دید. مرد مال و خلعت بسیار دید. غره شد از شهر و فرزندان برید. ده bu kişi eynadı
çox bu xələti, bu malı gördü, qərrə şod. Qərrə şod yəni allandı. Həman qurur kəlməsinin nədir? Məsdəridir də. Bu allandı və əş-şəhru fərzəndan burid. Yəni də arvad uşaq verillədi də o şəhərdən bunlarla həmrah oldu ki, gəlsin bəsəmtə dərbar. Qərrəşo, qərrəməşo burada Hafizin də şirrəndə gəlibdir. Ey kəfki xoş xəram, koca mirəvi, beyist. Ha? Çəhli ki, dey, gözəl çəhliksən, sən burada hara gedirsən. Qərrəməşo ki, qurbe zahid namaz kərd. Allanmayacaqsan orada. Pişik orada gizlənibdir, o sənə yiyəcəkdir. خب پس اندر آمد شادمان در راه مرد بی خبر کان شاه قصد جانش کرد. Bu zərurəti şeiri bir cür oxunacaqdır. Bu sevinə-sevinə bu yolu gəldi. Amma bilmirdi ki, şah bunun canını əslən qəsd eləyibdir. Bu ölməlidir. Bu başda diyəsini aldı. Xələtlərlə öz diyəsini aldı bu başda. Mevlana ona işarə edəcək. Bilmədi şah canini qəsdindədir. Dünyanın qeydində oldu. Tez əsir. Bu adam geçdi dünyanın bəndinə. Orada tez əsir oldu. Mola Ali əleyhissalam da buyurur da Nəhcü Bəlağədə deyir, Robbəsain fîmâ yəzurrudda. Bəsa o insanlar ki, çalışırlar, o çalışmaqları öz işlərindən inədir, bunlara ziyan gətirir. Əslində o tərpənirlər, orada özlərinin inlə ziyanı qazanırlar. Buna gəlir ki, orada tərpənməsin. Əsb tazi bərnişəst و şad تاخت خونبهای خیش را خلعت شناخت. Bu xilətdir ha. Burada taypi iştibah olunubdur, düzəldəcəksiniz. Əsb tazi bərnişəst و şad تاخت خونبهای خیش را خلعت شناخت. O ərəb atını mindi, sevincə atı sürür. Xunbəhai xiş, öz diyəsini də bu xələti bildi də, aldı da bunu nəqd elədi. Dördəmər at çapdırıb oldu əmin, zənn edib xələt qanının qiymətini bu aldı. Ey şödə əndər səfər ba sad rıza, xud be pay xiş ta su'ul qaza. Min cür rızayətlə, öz istədiyinlə deyirsən, gəlirsən nəyə? Su'ul qazaya. Bu qazayı bəd sənin dalıncadır ki, gəlir ki, səni tutsun. Yolları istər qıçın, cana yora. Pis qəza gəzməz, vəli səndən ara. Xub, su'ul qaza, husnul qaza, bunlar bir təbirlərdirlər ki, Məsnəvidə çox işlənibdir. Hətta o Mola Ali əleyhissalamın bir nağılı var ha, orada ki, Ömər ibn Əbdəvədinə nəql eləyir ki, az Ali amuz ixlas əməl şir həqradan münezzəh az dəğəl. Orada Mevlana soruşur ki, sən bu su'ul qazadan nəcr oldu, gəldin husnul qazaya, bunu niyə öldürmədin? Bu təbirləri neyir? Orada işlədir. Hətta əhl-i təsənnünün də içində rivayətləri nəql olunubdur ki, ennən nəbi kanə yətəəvvəz min su'ul qaza və min dərkil əda və min cuhdil bəla. Peyğəmbər həmişə su'ul qazadan neydi? Allaha pənah apardı. Həmişə deyildi ki, mən su'ul qazadan ona neynirəm? Pənah aparam. Neçə şeydən də, biri düşməni görməkdən, biri də ki, çətin bəladan, biri də ki, su'ul qazadan. Deyildi, həmişə bunlardan neynəyəcəksiniz? Siz Allaha pənah gətirəcəksiniz. Çünki mən özüm də pənah gətirirəm. Bunu həm Qəzzali əsərlərində gətirir. Xob, Mevlana da işlədir. Deyir ki, çون قضا آید نبینی غیر پوست دشمنان را باز نشناسی ز دوست. Qəza gəlsə də sən gözlərin qərələcək. Sən tanıyamayacaqsan dostunla düşməni. چون قضا آید شود دانش به خواب محسیه گردد بگیرد آفتاب. Qəza gəlsə eyni günəş kimin ki qabağını bulutlar tutur, sən bir iş görəməyəcəksən. چون قضا آید طبیب ابله شود وان دوا در نفع هم گمره شود. Hətta o davadan eləyəcək sənə
əsər qoymayacaq. Xub, səfhəyə 9-a keçəcək də sizin cüzvəzdə, düzdür? در خیالش ملک و عز و مهتری گفت عزراییل رو آری بری. خب bunun fikrində bu idi ki, bəli, da mən gedirəm padişahın yanına, orada mən şah olacağam, izzət tapacağam, böyük olacağam. Amma özürdə dərdi. Buna Əzrail deyirdi ki, get, ari, bəri. Bəri yəni mibəri. Get, görüm sən nə fayda aparacaqsan buradan. Apararsan. Görüm apararsan bunları. Ari, bəri. Bunu istifamıdan eləyə bilir, oxuya bilər. Yol, dostlar, mən arada bir söhbətlərimdə səhifəyə işarə edirəm. Səhifənin hər zaman siz vaxt eləsəz, bu çox manifest mənəvi şiə səhifə Səccadiyyədir. Vaxt eləyə bilsəz, baxasınız, onda qəşəng mənalar vardır. 3-cü duasında İmam-ı Səccad firiştələri vəsf edir. Hamilan ərş. 3-cü duanın adı Həmələtül ərşdir. Ərşi bunlar kimlər apar? Orada bir sair ki, İsrail kimdir, Mikail kimdir, Əsrafil kimdir? Burada ki, Mevlana Əzraildən ya Məlikül Mevtdən ad aparır, demək olar ki, hətta o risaləhay Meyraciyyə də baxsaq ki, müxtəlif risalələr Meyracın barəsində nəql olunubdur. Orada da var ki, Peyğəmbər elə ki, göylərə gedəndə orada gedir, bir dənə firiştə görür ki, çox belə hisli qiyafə ilə oturub orada, əslən gülmür bu. Bir dənə də qabağına bunun lohu qoyublar, bunun qabağına, bu elə bir cür ona baxır. Cebraildən Peyğəmbər soruşur ki, bunun adı nə mənadır? Deyir ki, bu adı İsraildir. Bunun adı İsraildir. Bir yol deyir ki, xub, sən neyniysən burada? Deyir ki, bu lohu ki mənim qabağımdadır, öləndən adı buradadır. Mən və vaxtı müəyyən ki yetişir, neynirəm? Bundan gedirəm orada, canımı alıram. Bir para o surələr, əfsanələr də bunun barəsində deyilibdir ki, bunun 70.000 əyağı, 4.000 qanatı məsələn olubdur. Dairətül Maarif Farsıda bir cüzəlir. Xub, چون رسید از راه آن مرد غریب اندر آوردش به پیش شه طبیب. O kişini ki elə ki yoldan cəhdilər, əndər avərdəndəş, yəni içəriyə geçitdilər, apardılar, o təbib bunu apardı düz şahın yanına. Düzdür? Nazılan yol verdilər şah səmtinə, ta ki odlansın tərazın şəminə. O birisi beytiydi ha, mən oxudum. Çon yetişdi yoldan o qiflətli nəsib, şahə çatdırdı onu tezrax təbib. O təbib tez bunu neynədi, apardı, şaha yetirdi. Suy şahənşah burdəndəş be naz, nazılan yol verdilər şah səmtinə, ta besuzəd bər sər şəm'i təraz, ta ki odlansın tərazın şəminə. Düzdür? Təraz ya Teraz yəni şəhər adıdır. Ki o şəhrin demək olar gözəlləri mərufdur. Burada da Şəm-i Təraz bir təşbihdir, işlənilibdir da. Türkistandadır da bu Təraz و Teraz şəhri. Fars ədəbiyyatında bu məsəldir, gözəlliyə. روی به محراب نهادن چه سود دل به بخارا و بتان تراز. بتان تراز رودشین şeirlərində gəlir. Şəm-i təraz hər halda bir mənayı gözəl kəniz. Bu gözəl kəniz. Xob, bu məniyədir. Ta besuzəd bər sər şəm-i təraz. O gözəl kənizə neynəsin? Bu yansın. Ta onun şəmi neynəsin? Işıllasın. Onun şəmi nurlansın. Mənisi budur. Oldu? Şah dید او را بسی تعظیم کرد məxzən zər را بدو təslim کرد. Şah onu gördü, çoxlu ehtiram elədi ona. Gəncinələrini ona təqdim elədi.
Şah onun tuttu çox artıq hörmətin, ona tapşırdı kilidin məxzənin. پس حکیمش گفت ای سلطان مه آن کنیزک را بدین خواجه بده. Dərmana baxsınız da məsələ. Görürsünüz da nə təcviz eləyir. Orada təbib o qoca nə cür dərman eləyəcəkdir. Deyir bunun yolu var. Yolu budur ki o kənizəki biz verəcək əslən bu qızılçıya gətirmiş ondan ötürü əslən. پس حکیمش گفت ای سلطان مه. Meh yəni böyük. Mehin də mənilədir. Onu mehtər mənilədir. Ey böyük sultan, o qaravaşı sən bu ağıya verməlisən. Ta kənizək در وصالش خش شود. Yəni xoş şəvad. آب وصلش دفع آن آتش şəvad. Gərək verəsən buna, bu bundan vəsl eləyə, bundan yiyə, içə, yata. Bu vəslə neyniyə? Bu kənizək duru ayağa yavaş. Bu dərman olur. خب Xacə kələməsi bizim ədəbiyyatımızda həm yaxşı məna işlənibdir, həm pis mənası olub da demək olar. Mevlana da əlarəğm bu ki, xop istəməyibdi, həmişə onun hörmətini benoyi saxlasın. Xacəni tən surətdə də işlədibdi. Xacə در عیب است غرقه تا به گوش. Qulağa kimin giribdi eybin içinə. Xacə را مال است و مالش عیب پوش. Amma xub malı var da. Mal ki həq bunun eybini örtüb də. Pulu var, eybini örtübdür. Vər geda guyət suxan çon zərrikan. Əgər dilənçi danışa qızıl xırdalıya sözündə rəh nəyabət kaləyə u در دکان. Bunun əslən kalasını məğaziyə qoymazlar. Əslən məhəl qoymazlar buna deyil. Xub İstədi şahdan həkim tutsun həna, kənizi ehsan edib versin ona. Odunu alsın, odunu yəni ateşi də, odunu, mənə heyzum dərdə, ot. Odunu alsın qızın vəslin suyu, vəslidən bəlkə iyi olsun xuyu. İyi yəni yaxçı, xuyu da yəni əxlaqı da. Bu vəslinlə bunun əxlaqı neynəsin? Yaxçılaşsın. Şah بدو بخشید آن محروی را جفت کردان هر دو صحبت جوی را. Şah qəbul elədi. بدو بخشید آن محروی را. Bu gözəl kənizəki bağışladı o qızılçıya. جفت کردان هر دو صحبت جوی را. صحبت جوy, söhbət cüyəndədir də, sifət-i faili mürəkkəb mürəxxəmdir. Yəni o ki müsahibət axtarır, o ki həm söhbət axtarır. Bunlar ikisi də həm söhbət axtarırlar. Bunlar neynədir? Birləşdirdi. Bunları birləşdirdi. Şah ona verdi ay, şah ona verdi ay üzlü dilbəri, oldu yarla qol boyun düşkün pəri. Bunlar qol boyun oldular bir-birləri. مدت 6 ماه میراندند کام تا به صحت آمدن دختر tamam. 6 ay bunlar kef elədilər. 6 ay. Ay danış. Ağzın sulanmasın ha. Nağıl da bu. مدت 6 ماه میراندند کام تا به صحت آمدن دختر tamam. O qıza sağlamlıq oldu dibdə pay. Aldılar kam bir-birindən 6 ay. 6 ay bir-birlərindən kam aldılar. خب بعد از آن از بهر او شربت بساخت تا بخورد و پیش دختر می گداخت. Həkim dəstur verdi ki, da iş bundan bu yana neyniyəsiz? Bu qızılçıya bir dənə şərbət düzəldəcəksiniz, ona bir səmmi qatarsınız. Yavaş-yavaş bu qızın gözündə bu çirkinləşəcək, bunun qiyafəsi dəyişiləcək. Bu əvəz olacaq əxsən. Allah görəsiniz də, Mevlana bundan nə bəhr aparacaq, nə istəyəcək desin. Xob.
Zərcərə bir şərbət etdi pay həkim, iğnəyə saplandı etdi zay həkim. İğnəyə saplandı, yəni پیش دختر میگداخت əridi. O qədər bu zəhr bunda əsər elədi ki, bu iğnəyə saplanırdı bu əslən. خب چون ز رنجوری جمال او نماند، جان دختر در وبال او نماند. دیگه وقتی که bu naxoşluqdan bunun gözəlliyi qalmadı. Gözəlliyi qalmadı. Da bu qızın ürəyi onun üstündə qalmadı ki. Bu ürəyini demək olar bu qız bunun qiyafəsinə aşıq olmuşdu da. Bunda bir kəmali, bir mərifəti, bir mənayı görməmişdi ki ona در واقع aşıq olsun. Qiyafəsinə aşıq olmuşdu, bu qiyafəni də aldı bundan. Təbib aldı ha, həkim aldı bundan. Gül təkin, rəngin saratdı xəstəlik, qalmadı qızda ona dilbəstəlik. Bunu saratdı da bunda heç əlaqəyi buna qalmadı. چون که زشت و ناخوش و رخ زرد شد، اندک اندک در دل او سرد شد. وقتی که bu pisləşdi, qiyafəsi saraldı, bu neynədi? Az bunun ürəyi neynədi? Soydu. Xəstəlikdən oldu çirkin, rəh sarı, getdi istək qaldı, yırtıq astarı. Xoş, bəli. İndi baxın görün ki, Mevlana orada əsl sözünü bu nağılda deyəcəkdir. Eşqhایی کز پی رنگی بود، عشق نبود، عاقبت ننگی بود. عاشقان از درد زان نالیدند. بله رجل می‌کتابه. خب عشقهایی کز پی رنگی بود، عشق نبود، عاقبت ننگی بود. O eşkiləri ki rəncə xatirdir. Mevlana deyir bunlar eşki deyirlər. Bunların axırlığı insana nənc gətirəcəkdir, utancaqlıq gətirəcəkdir. İnsanın başını aşağı eləyəcək. Bir dənə Şopenhaverdən bir cümlə vardı. O filsuf bədbin Qərbidən. Deyir ki, əgər siz iddiayı eşki vaqe eləyirsiniz, o ləhzə ki məşuquzə baxırsınız, o ləhzə bunun 30 yaş, 40 yaş biləsə sinninə apayın yuxarıya. Sən 20 yaşında bir qıza baxsınız, onu özünüz baxan kimin 50 yaş eləyin orada. Əgər görsəz ki, siz ona aşıq olursunuz o ləhzə, bilin ki, sizin eşkiniz eşki vaqedir. Şopenhaver'dendir. خب متنبinin də şeirlərində var da, deyir ki innel mehabbete emraha əcəb tulqa aleykə və ma leha səbəb. Həman sözdür ki aydanış dedi da, deyir ki adam bilmiş axı. Mütənəbbi də söz deyir. Məhəbbət və eşq əcib bir şeydir. Tulqa aleykə və ma leha səbəb. İnsan ürəyinə düşür, insan bilmiş səbəbi nədir, hardan gəldi, nəcr oldu bu iş. خب کاش کان هم ننگ بودی، بله کاش کان هم ننگ بودی یک سری، تا نرفتی بر وین بد داوری. ای کاş sən qəbul eləyək, başdan ayağa bu nənc olardı, vəli nəncdərdi ki ta nərəfdi bər veyin bəd davəri. Ey kaş bunun barəsində bu cür pis qəzavət eləməyərdilər. İlk başdan nənc olaydı, kaş o da paç qalardı pis qəzavətdən bu da. Yaxşı? Bəli. Xob. کاش کان هم ننگ بودی یک سری، تا نرفتی بر ویان بد داوری. خون دوید از چشم همچون جوی او،
düşmən can vey آمد روی او. Bunun düşməni bunun öz üzü oldu. Bunun göçəkliyi oldu. Çünki bu zərgər göçəkdi, bunun göçəkliyi gəldi, bunun canını aldı bunun əlindən. Hala soralıqda inşallah gələn cələsədə ki, biz bunu açacağıq. Orada Mevlana deyir də, deyib, insan gərək öz gözəlliyinə də muvazib olsun. Hər ki dadu husn خود را در مزاد صد قضای بد سوی او رو نهاد. دانه باشی مرغکانت برکنند، غنچه باشی کودکانت برکنند. دانه پنهان کن به کلی دام شو، غنچه پنهان kun giyah bam şo. Sən öz gözəlliğini eləyəcəksən, muvazib olacaqsan. Mən icazə versəz sözün sonunu eyni o məruf rəsmlər kimi klasımızda bir qəzəl ilə qutaracaq. Bu qəzəli ki mən sizə seçmişəm. Qəzəli ki sizə seçmişəm Əbulqasım Nəbatidəndir. Əbulqasım Nəbati ki bizim böyük ariflərimizdən olubdur. 1215-ci ildə də anadan olubdur. Və ola bilər ki siz bunu da yaxşı tanıyırsınız. Tanımasaz gərək də tanıyasınız. Bizim Qəradağ mahalımızda olubdur. İştəbində ilə anadan olub. Ondan sonra orada da fot eləyiblər. Xan Çoban adında bu təxəllüs eləyibdir. Məruf bunun şeirləri olubdur. İrfani şeirləri olubdur. Bunu o həddidə bunun şeirləri gəlir yuxarıya ki, siz eləyə bilərsiniz bunu Fuzuli ilə, Seyyid Əzim Şirvani ilə, Molla Pənah Vaqif ilə, bunlarla nə edəsiniz? Müqayisə eləyəsiniz. Oldu könlüm yenə bir zülfü çəlipa dəlisi. Ay danış. Düşdü zəncirə nə xoş yerdə bu sovda dəlisi. Uğru oryan baş açıq üz çövürüb səhraya qoydu məcnuni yarı yolda bu səhra dəlisi. Aşıqı suxtədir bülbülü şeyda ki deyil ki olubdur deyəsən bir gülü həmra dəlisi. Rəbbi ərini deyilən ayə Qur'anın gətirir. Rəbbi ərini ki Musanın sözüdür ki Xudaya özü mənə görsət, göstər. Rəbbi ərini deyilən zikri dönüb Musaya dəşt-i məndə olub nur təcəlla dəlisi. Demə Fərhad ilə Məcnun dəlidir, bir bəri bax. Biri şirin dəlisidir, biri Leyla dəlisi. Kuncu vəhdətdə təbah oldu əziz ömrüm. Heyif olmadı yar mənə bir bot-i ziba dəlisi. Gül ayağında səhər vaxtı yıxılmışdım məst. Biri səsləndi ki ey bu gülü rəna dəlisi. Bir ayıl gör ki nəbati, bir ayıl gör ki nəbati necə ovrad, ovrad yəni vird, vird o zikr yaxçı. Bir ayıl gör ki nəbati necə ovrad elər, hələ yatıbsan belə ey bir göz şəhla dəlisi. Sağ olasın. Dəlisi Əbulqasım Nəbatidən. Bu fasilədə sual olsa mən hazıram ki eşidəm suallarınızı. O ya şəmşir tizədir, nişan qudrətdir. Mən Sərzuqin ləqəbiyim. Onun təsbirçi soğulanmış. Bəli, qəbul elədim sizdən. Düzdür. Bəli. Bu şeirlər ki tərcüməsini mən şərhidə sizə oxuram. Ustad Heydər Əbbasidəndir. Ustad Heydər Əbbasi mütəxəllis bir barışmazdır. Mərağənin ən böyük şairlərindəndir Ustad Heydər Əbbasi. Bunun təzəlikdə də, yəni dünən ya irəli günlərdə oğlu Allah rəhmətinə getdi. Bir dənə böyük zayiə idi ki, mən bu məclisdə özümə vacib görürəm ki, onu da təsliyyət deyəm.
Çoxlu kitablar olubdu, şeirləri çoxlu dillərə göndəriliblər. Bunun mücəssəməsini Azərbaycanda, Bakıda töküblər. Yəni bizim böyük bir məfaxirimizdəndir ki, mən də azaraq ondan xırdalıram, burada xəşlirəm. Bepası o müsahibəti ki, bir müddət mən ərağədə olmuşam, ona görə ondan mən burada faydalanırım. Bəli, çox olmuşuq, bəli. خب کجا ayrı bir sual Ay Musa Necət mümkündür bir tövzihi verə bir danışa bir məclisimizə bir şeiri oxuyasınız biz hazırıq da sizdən alən bir şeiri olsa oxuyasınız qulaq Ay İskəndərzadə şeirim var oxu da bir dən cəmmimizə bizim dəftərimiz qalmayıb da cənət inşallah Bu çون zəbt olur. Verin Ay Musa Necət bir şeir oxusun bizə. Ünvanı Qurbət dildir. Qurbət dil. درد من درد غریبی است که تنها ماندم درد من درد غریبی است که تنها ماندم بی کس و بی نفس و بی سر و شیدا ماندم لحظه ها در گذرند عمر مرا می دزدند مهلتی نیست دگر بی رخ تو وا ماندم قلب من کاسه خون است چو قلب مجنون در پی ماه رخی چون رخ لیلا ماندم قاصدک ناله من را تو ببر سوی چمن که من آن بلبل شوقم که شیدا ماندم قامتم خم شده از بس که غمت بر دوش است قامتم خم شده از بس که غمت بر دوش است و من آن خرد جهانم که بی آماندم عینکم مشکل کوری مرا چاره نکرد کورم و در پی آن آب بقا واماندم ته چاهم که چنین خوار و ذلیلم کردی راه در رو نبود بی کس و تنها ماندم دل من در پی زندان وفا حبس شده است دل من در پی زندان وفا حبس شده است یوسفم در پی نیرنگ زلیخا ماندم دل من ناله بکن شعر بگو شعر بخوان دل من ناله بکن شعر بگو شعر بخوان همدمم پیش رقیب است خدا جا ماندم همدمم پیش رقیب است خدا جا ماندم İskəndərzadə şeirim var bir tane oxu. Oxudular da. Olsun bir tane de sen oxu. Mahvili şuaradır, o dəbadır da. Fənnavərin. Eyb eləməz. Xırda gözəl cavab. Xırda gəzər. امشب ای غم گذری بر دل ویرانم کن امشب ای غم گذری بر دل ویرانم کن خسته ام بار دگر چاره درمانم کن بی تو چندیست که از جوش و خروش افتادم خالی از عشق شدم راهی طوفانم کن نیمه گم شده ام غم تو چرا پنهانی وقت جولان تو شد سهره دورانم کن یار من بی تو شبم روز شد و روزم شب چاره حال بد بی سر و سامانم کن کنج ویرانه قلبم بنشین مهمان شو یا که با جام پر از زهر تو مهمانم
dostlardan var ki oxuyurlar. Türkü qəzəllərimizdən, farsı şeirlərimizdən. Ağayın qurbanı. Ay qurbanı, xoşə. Bizimki Şəmşirdəndir. Hədə Şəmşirdəndir şeirimiz. Onu tutmaqsa bilmək. Deyir ki, ay ana yamanca yadıma düşüb. Hər iki bir canlı əsər əllərin. Nə həkim, nə loğman, əgər sən olsan, sığallar ağrımı kəsər əllərin. Öz ömrün talansa eyninə gəlməz, məni qəmli görsən dodağın gülməz, bir anda qocalıq əstirə bilməz, əssə intizardan əsər əllərin. Şücayətəm qəm üstümə yeridi, yazıq canım dərdə düşdü əridi. Dayanma ömrümün son günləridir, öpməmiş ölərəm, küsər əllərin. Öpməmiş ölərəm, küsər əllərin. Çok alim güzel şeyler.